360 derece canlı Azerbaycan'da. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum ve la na'dahum ecmaîn. Allahumme accil veliyyikel ferac. Değerli Zəhra TV izləyiciləri, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. İmam Musa Kazım əleyhissalamın hüzünlü şəhadət günü münasibəti ilə başda Sərvər-i Aləm Həzrəti Məhdi Əccəlallahu Fərəcəhu Şərif olmaqla sizlərin hər birinə başsağlığı ərz edirik. Dəyərli izləyicilərimiz, bildiyimiz kimi Allah Rasulü sallallahu aleyhi və səlləmin bizlərə qoymuş olduğu iki əmanət, iki xəlifə, yəni Səqələyn, Quran və Əhl-i Beyt, xüsusi olaraq da Əhl-i Beyt əleyhissalam hər daim zülmlərə məruz qalmışdılar və onlar şəhadətə yetişdirilmişdilər, şəhid edilmişdilər. İnsanları Allahın dininə, həqiqi olan İslama, tövhidə dəvət etdikləri halda, doğru olan inanca dəvət etdikləri halda cəmiyyət tərəfindən öz mənafeylərinə görə, öz şəxsi qazanclarına görə, şəxsi maraqlarına görə hər nə zülm olunsa, onlara edici olan şəxslər tərəfindən zülmlərə məruz qalmışdılar. Ümumi olaraq İmam Musa Kazım əleyhissalamın həyatına bizlər nəzər eləyəcəyik, onun haqqında, onun cəmiyyətə bugünkü dövrümüzdə Əhl-i Beyt tərəfdarlarına verilmiş olduğu mesaj və öz dövründə Əhl-i Beyt əleyhissalamın məktəbini, öz ata-babalarının gətirmiş olduğu haqq olan əqidəni necə qoruyub saxlayıb və özündən sonraki haqq olan, məsum olan imamı ötürdüyü haqqında inşallah ki, bizlər sizlərlə danışıb müzakirə edəcəyik. Vaxtı çox uzatmadan inşallah ki, qonaqlarımızı dəvət edəcəyik, bizimlə qalın. 360 derece canlı Azerbaycan'da. Bəli, qonaqlarımızı inşallah ki, Allahın iznində dəvət edirik. İlahiyyatçı, şair Hacı Qubad Həsənzadə və ilahiyyatçı Muhammed Rıza Tağıyevi dəvət edirik inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Aleyküm selam ve rahmetullah. İmam Musa Kazım əleyhissalamın hüzünlü şəhadət günləri münasibətilə sizlərə başsağlığı ərz edirik Allahın izni ilə və vaxtı çox uzatmadan məxsus imamımız İmam Musa Kazım əleyhissalam haqqında mövzumuzu açıq elan edib inşallah ki, sizlərlə bərabər mövzumuzu danışıb müzakirə edək və insanlar da bizlərdən bu söhbətlərdən faydalansınlar inşallah. Mən vaxtı çox uzatmadan sözü Hacı Qubad müəllimə vermək istəyirəm ilk sualımızı. Hacı, bir daha salam aleykum. İmam Musa İbn Cəfər əleyhissalam şəhadəti tarixi bir hadisədən daha artıq hansı mesajı daşıyır? İmam Musa Kazım Aleyhisselam hakkında dediniz, vurguladınız. İcazə verin, mən də tamaşaçılarımızı salamlayayım və sizləri salamlayayım. Allah'ın Peyğəmbəri Həzrəti Muhammed Aleyhisselam buyurur, biz Əhl-i Beytin şad günündə şadlanmayan və qəm günündə qəmlənməyən bizdən deyildir. Allah bizi Muhammed Ali Muhammedin şad günündə şadlananlardan və qəm günündə də qəmlənənlərdən eləsin. Üzr istəyirəm, biraz üzrdən danışsa zəhmət olması, biraz səslə zəif gəlir. Mən də sizi dəvətə görə, bizi dəvət edildiyinizə görə təşəkkürümü bildirirəm. Allah Teala sizləri müvəffəq eləsin və tamaşaçılarımızı salamlayıram. Allah Teala Əhl-i Beyt əleyhissalam sevgisi xalqımıza, ümmətimizə çox görməsin inşallah. Amin. İmam Musa Kazım əleyhissalamın haqqındakı canlı yayımda veriliş təşkil eləmişsiniz. Həzrəti İmam Musa Kazım əleyhissalam 55 yaşında şəhadətə qovuşdu və o həzrət haqqında yəqin ki, növbəti suallarda da daha açıqlamalar verəcəyik. 55 yaşında ümumiyyətlə belə qeyd edilir ki, imamətin birincisindən ta 12-sinə qədər, 12-ci ki istisnadır, qeybə çəkilib. 11 imamımızın hər birinin həyatına biz baxırıq ki, onlar ya qılıncla, ya zəhərlə şəhid ediliblər. Onların belə bu şəkildə, biraz köklü şəkildə siz deyən suala baxsaq, biz görürük ki, imamların heç biri sərbəst halda, heç biri 12-ci imamda istisnada qeybdədir. Heç birinə imkan verilməyib ki, bir ömür onlar doyunca yaşaya və sonunda da izlərlər təbii əcəllə dünyalarını dəyişərlər. Və çox maraqlıdır ki, çox heyrətamizdir ki, bunların şəhadəti deməli, Həzrət Əli əleyhissalam istisna olmanın o dövr biraz başqa idi.
Qalan 10 imamımızın hər biri məhz o dövrün zalim hakimiyyəti tərəfindən, yarısı Bəni Ümeyyə, yarısı Bəni Abbas tərəfindən zəhərlə qətlə yetirilibdir. Rahmetullah aleyhim ecmaîn. Bəli. Maraqlıdır ki, çox belə heyrətamiz şəkildə maraqlıdır ki, görəsən bunlar nə üçün məhz hakimiyyət tərəfindən, o dövrün hakimiyyətləri tərəfindən qətlə yetirilibdir? Bunun özü çox böyük sözlər deyir və bunun özü çox böyük mesajlar verir. İndi sizlər yəqin ki, mütəmadi suallar verdikcə biz bunların açıqlamalarını da inşallah öz söhbətlərimizdə qeyd edərik. Aydın Rəza, Allah sizlərdən razı olsun. Yəni daha çox məsələ ətrafında, yəni sual ətrafında bu fikirdə səsləndirmək olar ki, İmam Musa ibn Cəfər əleyhissalamın şəhadəti tarixi bir hadisədən daha ziyadə haqq olan əqidəyə qarşı göstərilən zülmlərin və mübarizənin bir növ təzahürü idi. Yəni Əhl-i Beytin imamı Allahın dinini, peyğəmbərin gətirdiyi İslamı olduğu kimi insanlara çatdırır, heç bir xəta, yanlışa, hər hansı bir boşluğa yol vermədən çatdırır və doğru olan inancı insanlara aşılayır. Bunun müqabilində hakimiyyət pərəstişkarı olan şəxslər Əhl-i Beytin imamını qətlə getirirlər. Yəni burada əsasən bir insanın öldürülməsindən daha ziyadə haqqa qarşı olan mübarizəni biz burada görürük. Yəni bir grup insan ki var, onlar birbaşa olaraq yəni öz şəxsi mənafeylərinə görə, dünya həyatına görə hətta peyğəmbər övladını belə gözlərini qırpmadan faciəli bir şəkildə öldürdüyünü, şəhadəti çatdırdığını biz görürük. Yəni bu əslində bizə bunu çatdırır ki, bir qism insanlar nəyin bahasına olursa olsun haqla düşmənçidirlər və əslində bunlar müsəlman deyirlər. Çünki İslamla mübarizə aparırlar. Baxmayaraq ki, özlərini İslam'a nisbət. Bu yolda kim olsun, onların yolunda bu yolda kim olur olsun, Allah tərəfindən təyin edilmiş hüccət olsun, məmur olsun, sıradan adam olsun, bu yolda maniyə olan ən belə böyük insanları belə aradan götürməkdən çəkinmirlər. Yəni, bu yəni əslində Əməvi və Abbasi xəttinin nə qədər zalim və həqiqətdə İslamdan uzaq olduqlarına biz şahid oluruq. Bu tarixi prosesləri izləməklə. Mən minnətdarlığımı bildirəm inşallah. Növbəti sualı Kərbəlayı Muhammədzə qardaşımıza inşallah ki vermək istəyirəm. Əziz qardaşım, növbəti sual bundan ibarətdir. Abbasi hakimiyyəti imamın şəhadətindən hansı məqsədi güdürdü və əsl nəticə nə oldu? أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين سيدنا وسيد المرسلين محمد وآله الطيبين الطاهرين ولعن الدائم على أعدائهم وقتلتهم أجمعين. Təşəkkür edirəm əziz Zeynal Abidin qardaşım. Mən də öz adımdan həm sizi, həm Hacı qardaşımızı, həm də Zəhra TV iştirakçılarının hər birini salamlayıram. Gözəl sual ünvanladınız. Bu sual həqiqətən dərin təfəkkürə malik bir sualdır. Ümumiyyətlə, Abbasilərin xilafəti barəsində bəzi şeyləri biz bilməliyik. Vaxtımız azdır deyə istəyirəm bir-iki kəlam deyim, sonra sualın ətrafında geniş şəkildə danışım. Abbasilərin hakimiyyəti əsasən nə üzərində qurulub? Məsəl üçün, Əməvilər İmam Hüseyn əleyhissalatü vəssalamın birbaşa qatilləri idi. Onlar bəzi iddialarla tarixə öz imzalarını atdılar. Abbasilər də səsküy ilə, Əməvilər kimi səsküy ilə xilafətə gəlmədilər. Abbasi hakimiyyəti İmam Musa ibn Cəfər əleyhissalatü vəssalamın şəhadətinə gedən yolda açıq bir müharibə aparmadı. Yəni, onların yolu səsküylü deyildi, sakit, hesablanmış və qorxu dolu idi. Məsələn, belə bir misal gətirim ki, Əməvilərin xilafətindən sonra Abbasilər ki, istədilər gəlsinlər xilafətə, dedilər Hüseyn məzlumdur, şəhiddir, peyğəmbərin nəvəsidir. Yəni bir hiylə olundu, belə deyək. Bəli. Onun adından istifadə elədilər. Dedilər ki, İmam Hüseyn əleyhissalatü vəssalam peyğəmbərin nəvəsidir, şəhiddir, məzlumdur. Lakin bununla xilafətə gələndən sonra fikirlərini dəyişdilər. Dedilər, nə olsun ki, şəhiddir, nə olsun ki, məzlumdur, nə olsun ki, peyğəmbərin nəvəsidir. Amma o bilirdi ki, məsəl üçün Kufəllər xəyanət əhlidir, onu çağırıbdır, tək qoyacaqlar. Bəs nə üçün gəldi Kərbəlaya? O bilirdi ki, bu hadisə baş verəcək, ailəsini nə üçün gətirdi? Başladılar bu cür ifadələrlə imamın şənini aşağı salsınlar.
Məhz İmam Musa ibn Cəfər əleyhissalatu vəssalamın məsələsində də Abbasilərin əsas məqsədi imaməti xalqın gözündən salmaq deyildi. Onlar bundan daha dərinə getmək istəyirdilər. Çünki imamət bir məqamdır ki, Allah tərəfindən təyin olunur. Onlar elə fikirləşirdilər ki, bu imamət məsələsini dillərindən silsək bir şey itirməyəcəklər. Amma onun məqamını cəmiyyətin dilindən bunu uzaqlaşdırsaq, cəmiyyət nələr itirəcək? Çünki imam kim tərəfindən təyin olunur? Allah tərəfindən. Məhz Abbasi xilafətinin məqsədi, hədəfi imamı şəhid eləməkdə bu idi. İmam görünməsin, səsi eşidilməsin, təsiri zamanla zəifləsin. Onlar düşünürdülər ki, imam cəmiyyətdən təcrid olunarsa, imamət də nə olacaq? Təcrid olacaq. Hədəfləri bu idi ki, imamət məqamını neynəsinlər? Yer üzərindən silsinlər. Aydındır, aydındır. Əziz qardaşım, minnətdaram verdiyiniz dəqiq və qısa vaxt ərzində də olsa verdiyiniz dəyərli cavablara görə minnətdarlığımı bildirirəm. Bəli, Abbasilərin xüsusi olaraq da Əməvilərə qarşı İmam Hüseyn əleyhissalam adından istifadə edib Əməvi hakimini devirməsi və daha sonra da Əməvilərdən daha çox Əhl-i Beyt əleyhissalamın zülm eləməyinin özü də ayrı bir mövzudur. Yəni sırf insan oturur vaxtda, yəni geniş şəkildə söhbət edir. Yəni bu həqiqətən də çox yəni üzərində danışılası olan bir məsələdir. Ancaq bir vaxt məhdudiyyəti biz müəyyən məsələlərdən keçirik inşallah. Mən növbəti sualı səsləndirmək istəyirəm. Hacı Qubad qardaşımıza, böyüyümüzə. Deməli, Hacı, nəyə görə İmam Musa Kazım əleyhissalamın şəhadəti sakit müqavimətin zirvəsi hesab olunur? Elə bu sualın cavabı ilkin olaraq başlayır İmam Kazım əleyhissalamın ən məşhur ləqəbi olan Kazim adı ilə ki, bilirsiniz ki, İmam Kazım əleyhissalam ən böyük ləqəbi ki, İmam Kazım əleyhissalamın Kazimdir, yəni qəzəbin boğan. İmam Kazım əleyhissalam o çətin dövrdə görün necə məharətlə öz qəzəbin, əsəbin boğaraq və zəmaniyə ən uyğun tərzdə Əhl-i Beytin həqiqətin, Allahın onlara təyinlədiyi vəzifənin yüksək səviyyədə həqiqətin o dövrdə aparmaqdaydı. Və bu da təbii ki, çox yüksək səviyyədə öz əksini verdi. Həqiqətən biz onların apardığı o sətiraltı yüksək səviyyədəki öz hərəkətləri ilə, əməlləri ilə elədiyi o dövrdə imamətin yaşamasın və imamətin Allah buyuran bütün həqiqətlərin yüksək səviyyədə xalqa çatdırması insanı həqiqətən heyrətə gətirir. Məsələn, biri var, silahlı şəkildə qalxasan, səslən küylə qalxasan. Bir də var ki, işi o qədər ustalıqla, o qədər mahiranə şəkildə görəsən ki, və bu, necə dərlər, zamana ən uyğun şəkildə həyata keçirilir. Biz İmam Kazım əleyhissalamın belə bir misal çəkim. Tutaq ki, bir insan xəstədir, gedib həkimə. Həkim baxır ki, bu adamın bir xəstəliyindən başqa bir neçə də xəstəliyi var. İndi resepti elə yazmalıdır ki, demək, həm bu bir xəstəliklərə zərər gəlməsin, həm də bu xəstəlik sağalsın. İmam Kazım əleyhissalam və ümumiyyətlə imamətin söhbət bugün Kazım əleyhissalamla gedir. Zamanın xəstəlikləri ki var idi, o xəstəliklərin arasından elə mahiranə şəkildə Əhl-i Beyt həqiqətin, İslamın həqiqətin həyata keçirirdi ki, bəli, bu elə əsl Allahın məmur elədiyi hüccətlər tərəfindən bu şəkildə həyata keçirilə bilərdi. Və hər dəfədə elə ustalıqla, elə məharətlə bu işləri həyata keçirirdi ki, cəmaət, xalq həm zalim hakimiyyətin iç yüzünü görməyə başlayırdı, hansı ki, bayaq bizim Məhəmməd Rıza qardaşımız da qeyd elədi ki, məqsədləri budur ki, imaməti dayandırmaq, onların fəaliyyətini aşağı salmaq və bu ilahi missiyanı aradan aparmaq. Amma əksinə, Kazım əleyhissalam bunun əvəzində, öz növbəsində elə mahiranə şəkildə ilahi həqiqətləri həyata keçirirdi ki, əksinə bunlar gözlədiyindən daha artıq zərbələr alır, öz daxili aləmləri xalq tərəfindən daha da ifşa olunur, xalqın qabağında bunların həqiqətləri, necə deyirlər, təbii şəkildə ortaya çıxırdı. Yəni, bütün bunlar bir daha göstərir ki, bilirsiniz, həyatda hər şey bu cür bəsirət gözü olan insanlar üçün, həqiqət gözü olan insanlar üçün həyatda təəccüblü bir şey yoxdur. Məsələn, Həzrət Əli əleyhissalam buyurur ki, biz Əhl-i Beytinin həqiqəti günəşin həqiqətindən daha üstündür.
Günəşin həqiqətindən daha üstündür. Bugün baxırsınız ki, bir haşiyə çıxıram, bir nöqtəyə qayıdacağım. Baxırsınız ki, bu mövzuda danışırsam, biri qayıdır ki, vallah filan kəslərə də qulaq atmışam. Onlar bir cür deyir. Siz də bir cür deyirsiniz. Adam məhtəl qalır. Əhl-i Beyt əleyhissalamın həqiqəti İmam Əli əleyhissalam ki, günəşin həqiqətindən daha üstündür. Sən bu günəş həqiqəti ilə hansı həqiqəti niyə yanaşı qoyursan? Odur ki, Kazım əleyhissalam öz dövründə qəzəbin boğmaqla, necə deyirlər, qanlı şəkildə, canlı şəkildə hərəkətlərlə yox, o qədər mahiranə öz siyasətini davam elətdirdi, öz din həqiqətlərini ortaya qoydu ki, və bu həqiqətlərdən sonra hər dəfə hakimiyyət ifşa olur, hakimiyyətin iç yüzü çölə çıxır və bundan da xalq yetərincə agah olurdu. Bir tərəfdən də, nə üçün mən bayaq bir neçə xəstəlik olan xəstələri misal çəkdim, bir tərəfdən hakimiyyətə qarşı, bir tərəfdən də o dövrdə xalqın, ümmətin buna hazır olmamasını da nəzərə alırdı ki, xalq da axı buna hazır deyil, xalq da axı o səviyyədə bir xalq deyil. Çünki həmişə əzilmiş ümmətdir, ona görə bunlarla da gərək elə davranasan ki, bu həqiqətlər də bunlara yetərincə çata bilir. Bəli, aydın da hazır, minnətdarım verdiyiniz cavablardan dolayı sizə. Sizin son suallar barəsində səslən dediyiniz fikirlər əsasən, həm Muhammed Rəza qardaşımızın fikirləri, səsləndirdiyi fikirlərə, sözlərə, kəlamlara əsasən əlavə olaraq bunu qeyd etmək istəyirəm ki, yəni biz bir dənə sadəcə olaraq buna bir dənə nəzər yetirək ki, ümumi olaraq İslam dinindən məsum şəxsi kənara çıxartsaq, məsum bir şəxsi kənara çıxartsaq, Peyğəmbər və yaxud da imamı, İslamı istədiyimiz formaya sala bilərik. Ad olacaq İslam, lakin həqiqətdə bu olacaq şəxslərin dini. Baxmayaraq ki, ad olacaq İslam. Bu səbəbdən dolayı da imam, məsum, həqiqi olan İslamı olduğu kimi saxlayıb, cəmiyyətə İslamı olduğu kimi təqdim elədiyinə görə və bu da bu prosesdə, bu feildə eyni şəkildə mənfəətpərəst, zalim Abbasi xəlifələrin, Abbasi hakimlərinin də şəxsi maraqlarının üst-üstə ziddiyyət təşkil elədiyinə görə artıq avtomatik olaraq Əhl-i Beytin məsum imamları kənarlaşdırılmalıydı. Ya zindana atılaraq, ya da ki, qətlə yetirilərək, yəni şəhadətə çatdırılaraq. Dolayısıyla ondan imamın da məhz elə sükutu, yəni sakit şəkildə də zindana atılması təkcə bunu imam bu sükutu ilə də bu cəmiyyətə bunu çatdırmaq istəyir. Baxın, Peyğəmbərin övladı olan mən, İslamı çatdıran mən bu dəqiqə zindandayam. Mən bu dəqiqə öldürülürəm, mən bu dəqiqə zülm görürəm, işgəncə görürəm. Yəni, həqiqətdə İslama qarşı zülm olunur, Qur'ana qarşı zülm olunur, haqq olan dinə qarşı zülm olunur. Yəni, imamın sükutu bunu çatdırmaq istəyir ki, bu zalim Abbasi hakimlərinin, Əməvilərin də həmçinin bundan öncəki proseslər həqiqətdə İslama qarşı olan mübarizədir. Həqiqətdə İslama qarşı olunan zülmdür. Yəni, imam bunu çatdırmaq istəyir cəmiyyət, öz sükutu ilə, öz səssizliyi ilə belə. Əslində, səssizliyinin özündə belə bir mübarizə yatırdı İmam Əleyhisselam. Yəni, biz bunu bilməklə olaraq bunu cəmiyyət azacıq insan təfəkkür etsə, Quran-ı Kərim dəfələrlə buyurur ki, heç düşünmürsünüzmü? İnsan düşünsə buna aydın olar buna. İnşallah vaxtı çox olmadan 4-cü sualı səsləndirmək istəyirəm Muhammed Rəza qardaşımıza. Deməli, qardaşım, növbəti sual bundan ibarət 4-cü sualımız. İmamın şəhadəti zülmün legitimliyini necə sual altına aldı? Təşəkkür edirəm Zeynal Abidin qardaş. Çox gözəl vurğuladınız, həm Hacı da, həm də siz də. İmam Musa ibn Cəfər əleyhissalatu vesselamın şəhadəti zülmü təkcə tənqid etmədi. Onu öz-özünü mühakimə etməyə məcbur elədi. Ki, necə? Çünki burada qarşı-qarşıya gələn iki güc yox idi. Qarşı-qarşıya gələn zahiri xəlifəli ilə ilahi höccət idi. Və bu qarşı durmada imam heç bir iddia qaldırmadı. Amma zülm öz iddiasını itirdi. Əhl-i Beyt məktəbində legitimlik anlayışı gücdən doğmur. Yəni, xəlifəlik haqq qazanmır. Haqq xəlifəliyi ölçür. İmam Kazım əleyhissalamın şəhadəti də məhz bu ölçünü üzə çıxartdı. Həzrəti Əmir əl-Müminin Əli əleyhissalatu vesselamdan bir hədis var. La ta'ətə li məxluqin fi məsiyyətil xaliq. Xaliqə üsyan olan yerdə məxluqa itaət yoxdur. Məhz İmam Musa ibn Cəfər əleyhissalam heç vaxt zahiri itaətsizlik şüarı qaldırmadı. Amma haqdan bir addım da geri çəkilmədi. Elə bu duruş özü bir sual idi.
həm də ki, gərək biz bu məsələləri araşdırdıqca şəhadət mövzusunu biz dərk eləyək, başa düşək. Onun nöqtəsi nədir, vergülü nədir, bunu anlayaq. Ki, imamın da bu zindanda olan faciəsini dərindən başa düşək. Əgər xəlifəlik haqq üzərindədirsə, niyə haqqın təcəssümünü susturmağa çalışırlar? Baxın, bu sual çıxırdı ortaya ki, imamın şəhadətindən sonra bu sualı tarixdən silə bilmirlər. Əgər ki, hakimiyyət, xəlifəlik haqq üzərindədirsə, niyə haqqın təcəssümünü, yəni imamı susturmağa çalışır? Zülm adətən özünü qanunla, qayda ilə, zahiri nizamla örtür. Amma imamın şəhadəti göstərdi ki, qanun zülmü gizlədə bilmirsə, artıq legitimlik yoxdur. Çünki ilahi höccətə qarşı işləyən bir sistem zahirdə nə qədər nizamlı görünsə də, batində öz əsasını itirmiş olur. Necə ki, o kəlamda bir kəlam var ki, deyir, Allahın qanunlarını kənara qoyub öz qanunları ilə idarə olunan cəmiyyət təyyarəni qamçı ilə sürmək istəyən çobana bənzəyir. Yəni, bunun mühərrikini işə salmasan, bunu nə qədər eləsən, bu idarə olunmayacaq. Yəni, çoban onu öz qamçısı ilə vursun, o təyyarə uçmayacaq. Onların hədəfləri bu idi, lakin imamın da hədəfi bu idi. Çünki imam ilahi hikmətlə hərəkət edir. Digər bir yerdə İmam Sadiq əleyhissalam buyurur ki, haqq insanlarla tanınmaz, haqqı tanı, əhlini tanıyarsan. Məhz İmam Kazım əleyhissalamın şəhadəti bu kəlamın canlı təfsiri idi. Heç bir zülm yoxdur ki, axırı öz sahibinə qayıtmasın. Nə qədər zülm eləsələr də imama, o zülm özlərinə qayıdırdılar. İmam Musa ibn Cəfərin şəhadəti ilə zülm hələ zahirdə davam edirdi, amma batində məğlub olmuşdu çoxdan. Çünki artıq haqq ilə batil arasındakı xətt açıq şəkildə çəkilmişdi. İmam zindanda idi, amma haqq nə idi? Haqq qazandı idi. Bəli, əziz qardaşım, çox dəqiq və doğru olan şəkildə suala, yəni cavablar verdiniz. Mən minnətdarlığımı bildirirəm əziz qardaşım, əziz qardaşım sizə. Çox sağ olun. Əslində buna bir dənə də belə bir şey əlavə etmək var. Hacı da düşünürəm ki, bu fikirdədir. Yəni həmçinin sən də, siz də əziz qardaşım bu fikirdəsiniz. Deməli, məsələ nədən ibarətdir? Əslində biz bir dənə tarixə bir dənə nəzər yetirsək, həm Əməvilərə, həm də Abbasilərə. Hər biri, yəni xüsusən Abbasilər, baxmayaraq ki, məsum imamlar, yəni Abbasilərin dövründə yaşamış olan məsum imamlar, onlara qarşı xüsusi bəzən onların o, necə deyim, konkret olaraq hər hansı bir qiyamda olmasalar belə, onlara potensial olaraq təhlükə görürlər. Baxmayaraq ki, imam onlara konkret olaraq əlinə qılınc götürüb onların üstünə gelmir. Amma bunun müqabilində belə onlara potensial olaraq təhlükə görürlər. Niyə görə? Çünki özləri də çox gözəl bilirlər ki, idarə etmiş, yəni o yerdə oturub idarə edirlər xilafət kürsüsü həqiqətən məsumundur. Bunu bilirlər. Sadəcə olaraq burada bir dənə incə xətt var. Haqqı bilmək başqa bir şeydir. Haqqı bilib iman gətirib onu qəbul etmək tamam başqa bir şeydir. Onlar bilirdilər ki, Əhl-i Beyt haqqdır. Ona görə onlar potensial olaraq təhlükə olaraq görürlər. Daim onları təqib edirlər, zindanda saxlayırlar. Çünki bilirlər ki, bu haqq onlarındır. Bununla belə, məhz bu səbəbdən dolayı onlara hər daim zülmlər, qətillər və cinayətlər onlara qarşı törədirlər. Və imamın da susmağı elə ən böyük mübarizə üsuludur. Niyə? İmam susmağı ilə cəmiyyəti burun çatdırır ki, bax, mən imamın peyğəmbər övladıyam. Heç bir xəta günah etmədiyim halda, bax, mənə bu qədər zülmlər olmuş. Sual ortaya çıxır. Niyə zülm olunur? Deməli, zülm olunursa, deməli, bu şəxsin haqqı var. Əslində, imamın susmağı belə o haqqını təzahür elətdirir. Mən bir dənə bəsit bir nümunə deyəcəm. Xanım Zəhra Salamullah Aleyhanın gizli qalan qəbri ona qarşı olunan bütün zülmləri aşkar edir. Təkcə bir dənə qəbrinin gizli qalmağı. Yəni, məsumun susmağı belə ona qarşı olan zülmləri aşkar edir. Baxın, fərq bundadır. İnşallah şimdi növbəti suallarımıza keçmək istəyirəm Allahın izni ilə. Sualı vermək istəyirəm Hacı Qubat qardaşımıza, böyüyümüzə. Deməli, etiqadi suallar içərisindədir bu sualda. Şiə baxımından, yəni şiə haqq olan əqidə şiə baxımından İmam Musa Kazım əleyhissalamın şəhadəti imamətin davamı ilə hansı əlaqəni daşıyırdı? İmamətin davamı ilə, yəni bu elə bir silsiləvari Allah tərəfindən təyin edilmiş ilahi bir məmuriyyətdir və
Peyğəmbər əleyhissalam 40 yaşından 23 yaşına qədər ilahi bu nəzəriyyəni Allahdan qəbul elədi və indirdi. Xalqa təqdim elədi. Və Qədirxum günündə ona Həzrət Əli əleyhissalama Allahın əmri ilə təqdim edərək, bundan sonra o nəzəriyyəni məmur edildilər ki, o kitabın içindən çıxarıb indi yaşam, həyat olaraq insanlığa tətbiq eləsinlər. Və İmam Kazım əleyhissalam da növbəti həmin bu silsilənin davamı idi. Və Kazım əleyhissalam təsəvvür edin, 55 yaşında, 54-55 yaş arasında şəhid edildi. Və o həzrət 14 il zindan yatıb. Təsəvvür edirsiniz ki, ömrünün ən qızıl hissəsi. 40 yaşdan insanın 40 yaşı ən kamil yaş olur. 40-dan 55 yaşa qədər, 54 yaşa qədər o həzrət ömrün zindanda keçirdi. İndi məsələ budur ki, gör imamətdəki qüdrətə bax, gücə bax ki, imamətin davamı bir insan zindanda ola, zahirlə əlaqəsi kəsilmiş ola, təcrid olunmuş ola. Biz belə götürsək 14 il müddəti az bir müddətdir. Bu qədər müddətdə imam içəridə qalmasına baxmayaraq, imamətin həqiqəti yenə içəridən İmam Kazım əleyhissalam tərəfindən məharətlə davam elətdirildi. Bu ilahi missiya bir an belə dayanmadı. Nə səsi vardı, nə qışqırığı vardı zahirən. Amma batinən bəsirət əhli bu səslərin, bu harayın necə yüksək səviyyədə gəldiyini görürdülər. Bir epizoda da toxunum icazə versəz, çünki bax burada qısa-qısadır. Qoy izləyicilər, tamaşaçılarımız bilsin ki, bax İmam Əli əleyhissalam 63 yaşında şəhadətə yetirildi. İmam Həsən 47 yaşında, İmam Hüseyin bilirsiniz 57-58 yaşında Kərbəlada qətlə yetirildi. Zeynalabdin əleyhissalam 55 yaşında zəhərlə, hamısı diqqət edirsiniz, zəhərlə şəhadətə yetirildi. İmam deməli, Baqir əleyhissalam yenə 55 yaşında Bəni Üməyyə xəlifəsi tərəfindən, Əbdülməlik Mərvan tərəfindən. Sonra nisbətən imamların içində ən çox yaşayan İmam Sadiq əleyhissalam 65 yaşında Mənsur Devaniqi tərəfindən riski zəhərlədildi, qətlə yetirildi. Növbəti gəlir İmam Kazım. Bugün həyatından danışdığımız İmam Kazım əleyhissalam da 55 yaşında Harun Ər-Rəşid tərəfindən zəhərlədildi. 8-ci imamımız İmam Rıza da bu yaşda, 9-cu imamımız İmam Təqi 25 yaşında zəhərlə qətl edildi. 10-cu imamımız İmam Nəqi çox maraqlıdır, 43 yaşında. 11-ci imamımız 28 yaşında və 12-ci də qeybdədir, hamı bəlli olduğu kimi. Elə istədim bu silsiləvari imamların həyatındakı elə bu qılınc, ikisi qılıncla, 9-u zəhərlə. Hətta İmam Əli əleyhissalamın payına həm qılınc, həm də zəhərli qılınc pay düşdü. Hər ikisindən pay düşdü. Bunların özü imamətin görün nə qədər hakimiyyət tərəfindən, bunların necə derlər, bir nömrəli maniyəsi kimi bunlar tərəfindən qəbul edilirdi. Çünki haqq, bunlar istəyir ki, haqq ortada olmasın. Nədən çəkinirlər? Çox maraqlıdır. Nə üçün bu qədər silsiləvari şəkildə imamət ortadan götürülürdü? Çünki imamət həqiqəti o qədər ortaya mahiranə, günəş kimi aydın şəkildə ortaya qoyurdu ki, bunların o saatların legitimliyinə dərhal zərbə, yəni şiddətli zərbələr dərdi. Ağıl əhli bunları görürdülər. Ona görə dediyimiz kimi, bu silsiləni mən istədim çatdırım ki, imamların diqqət edin ki, sıravari şəkildə zəhər, ikisi qılınc və 9-u da zəhər şəklində bu şəkildə şəhadətə yetirilməsinin özü bəsirət əhli üçün nə qədər böyük bir bəyan həqiqətdən xəbər verməkdədir. Zeynalabdin əleyhissalamın həyatının ən qaynar çağında 14 il zindanda olması və o həzrətin içəridə olmağına baxmayaraq, cəmiyyətdən təcrid olunmasına baxmayaraq, yenə bu ilahi missiyanın bu şəkildə yüksək şəkildə həyata keçməsi doğrudan böyük bir təqdirə layiqdir. Siz oxumamış olmazsınız ki, qardaşlar bilir, nələrə əl atıldı. Məsələn, Afrikadan gətirilmiş vəhşi ərəbləri imamın yanına salırlar ki, burada dava salsınlar, bunlar imamı qətlə yetirsin. Adın qoysunlar ki, bəs zindan yoldaşlarının arasında münaqişə olub və imam öldürülüb. Amma onlar gəlib qısa müddət keçmirdi ki, imamın təqvasına baxıb, üzünün nuruna baxıb, onun keçirdiyi həyata baxıb imama tabi olurdular. Sonra üzr istəyirəm tamaşaçılardan və sizdən gözəl bir
qız saldılar, qadın saldılar yanına ki bəlkə ona uya. Amma çox keçmədi, baxdılar ki, hicablı və imamın arxasında namaz qılır. Hansı ki, bu başqa bir yolun adamı idi. Nələrə əl atılmırdı, nələrə əl atılmırdı. Amma bu imamət fəlsəfəsinin, o nəhəng gedişinin qabağında xırda-xırda şeylər idi və biz bütün bu fəaliyyətin bugünkü nəticəsinə baxırıq və görürük ki, həqiqətən tarixdə imamət zindan da görsə, ən, nə bilim, şiddətli şəkildə təsirlərə də məruz qalsa, imamət missiyası İslamın həqiqətini bugünə qədər yaşatdılar və yaşatmaqdadılar. Allah Teala bu yolun yolcularını həmişə var eləsin ki, Allahın həqiqət dini həmişə imamətin nuru sayəsində davam eləsin inşallah. Allah sizdən razı olsun Hacı. Geniş şəkildə suala cavab verdiniz. Belə hesab edirəm ki, yəni dinləyənlər üçün çox faydalı oldu. Çünki əslində sual bir dənədir. Siz bu bir dənə sualın ətrafında daha geniş şəkildə mövzuya və məsələlərə toxundunuz və həmçinin Əhli-Beyt Mədəni digər imamlarının da həyatlarına işarəli olan şəhadətlərini işarə ediniz. Allah sizlərdən razı olsun. Ümumi olaraq təkcə bunu bir dənə anlayaq ki, imam insanlar tərəfindən seçilməz. İmamı yalnız və yalnız Allah təyin edir və imam məsum olmalıdır. Və əslində məsum imamın da digər bir üzərindəki olan vəzifələrdən biri özündən sonrakı məsum imamı tanıtdırmaqdır. Yəni mən şəhadəti yetirəndən sonra məndən sonra imam bu şəxsdir. Misal olaraq. Yəni əslində İmam Musa Kazım əleyhissalam öz şəhadəti ilə növbəti imamı Allahın onun yerinə qoyması ilə və şəhadət çatması onu insanlara təqdim eləməyi ilə İslamın həqiqətini yaşatması üçün özündən sonraki olan imama bayrağı verir, o postu verir və həmən növbəti gələcək imam da İslamı olduğu kimi cəmiyyətə çatdırır və nəticədə imam öz şəhadəti ilə də İslamı qoruyur. Öz şəhadəti ilə də İslama xidmət edir. Yəni imamın atdığı hər bir addım haqqın yer özündə sabit qədəm qalması üçündür. Təsadüf deyil ki, hədislərimizdə buyurur ki, imam ayağını yerindən çəksə, yer öz əhlini udar. Yəni imam bizlərə bu qədər dünya və axirətimiz üçün sığorta mənbəyidir deyərdim. Həyatımızı sığortalayır imam. Növbəti sualımızı inşallah ki, səsləndirmək istəyirəm Muhammed Rıza qardaşımıza. Deməli, şəhadət bir yolun sonudur, yoxsa bir hərəkatın başlanğıcı niyə? Gözəl sualdır qardaş. Ümumiyyətlə şəhadət barəsində danışmaq biraz ağır bir mövzudur. İlk öncə bunu qeyd edeyim. Qarşıdan elə 20 yanvar hadisəsi gəlir, tarixi 20 yanvar tarixi gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, xüsusən Kərbəla şəhidləri ilə məşhur eləsin. Şəhadət belə bir misal çəkim, bir yağışa bənzəyir. Necə ki yağış yağır, yerdə bitkilər göyərir, əkinlər göyərir. Baxın, şəhadət də o yağışa bənzəyir. Şəhid qanı ilə öz haqqını becərir, öz haqqını göyərdir. Əhl-i-Beyt məktəbində şəhadət bir yolun sonu deyil. Çünki bu məktəbdə yol insanın nəfəsi ilə ölçülmür. Yol niyyətlə başlayır, ixlasla yaşayır və haqla davam edir. İnsan dünyadan köçəndə onun bədəni dayanır, amma daşıdığı dəyər dayanmaz. Şəhidlik məhz bu nöqtədə yolun bağlanması yox, yolun saflaşmasıdır. Çünki şəhid öz canını itirmir, onu mənasız yaşamaqdan xilas edir. Asan bir ölüm deyil. Hədislərdə də var da, deyir ki, şəhid öləndən sonra arzu eləyər ki, bir daha ayılsın, gəlsin, yenidən şəhid olsun. İmam Əli əleyhissalatu vesselam buyurur ki, izzətlə ölüm, zillətlə yaşamaqdan daha üstündür. Baxın, şəhid də bunu özü üçün seçdiyinə görə neynir? Allah tərəfindən mükafatlanır. Bu söz göstərir ki, şəhadət itki deyil, dəyərin qorunmasıdır. Dəyər quranda yol yaşayır, qorunanda yol yaşayır. Əhl-i-Beyt baxışında şəhidlik tələsik ölümə can atmaqda deyil. Haqdan dönməməyin son həddidir. İnsan, baxın, hər fürsətdə yaşaya bilərdi.
Amma o haqdan dönməmək üçün ölümü seçirsə, bu artıq son deyil. Bu mənəvi kamalın zirvəsidir. Zirvə isə həmişə aşağıdakılara yol göstərir. Nədir bunlar? İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Allah üçün olan şey itməz. Qətiyyən itməz. Şəhid amalında nə tutur? Fi səbilillahdır da. Allahın niyyətində tutur, şəhid olur. Şəhidlik Allah üçün olduğu üçün itməz və bitməz. Əksinə başqalarının qəlbində yaşayaraq genişlənər. Şəhid insan danışmır, amma onun seçimi danışır. Necə ki, baxın, şəhid dünyasını dəyişdi, danışmır ki, amma insanlar onun barəsində, onun seçimi barəsində nə qədər sözlər deyirlər. Onun sükutu 1000 sözdən təsir edir. İnsanlar onu xatırladıqca öz vicdanları ilə üz-üzə qalırlar. Bu yüzden şəhidlik fərdi həyat üçün son ola bilər, amma mənəvi yol üçün başlanğıcdır. Çünki o yol artıq bir insanın çiyinlərində deyil, çoxlarının qəlbində daşınır. İmam Musa ibn Cəfər əleyhissalam buyurur, ən güclü ibadət səbirdir. Şəhidlik səbrin ən ali mərhələsidir. O ağrıya dözmək, o acıya dözmək, o şəhadət məqamını görmək səbir tələb eləyir. Bu mərhələdə insan artıq özünü deyil, haqqı düşünür. Haqq isə ölməz. Ona görə Əhl-i Beyt məktəbində şəhadət yolunun bitməsi yox, yolun insanlardan asılı olmadığını sübut edən canlı dəlildir. İnsan gedir, amma haqq qalır. Yol qalır, mesaj qalır. Əhsən, Muhammed bəy qardaşım, əhsən. Allah səni salamat eləsin, Allah elimizə bərəkət versin. Ümumi olaraq bunu qeyd edək ki, insanı cəmiyyət arasında dəyərli eləyən onun cismindən daha ziyadə onun sahib olmuş olduğu ruhdur, sahib olmuş olduğu qəlbdir ki, bu insanı cisimdən daha çox dəyərli eləyir, insanın cismindən daha çox önə çıxarır. Yəni, biz əslində insanlar arasında fərq nə ilə qoyuruq? Hamımız yəni, eyni cismə sahibiyik, eyni ətdən, yaradılışımız eyni, ölümümüz eynidir. Bizi bir-birimizdən fərqli eləyən nədir? Həyat fəaliyyətimiz, düşüncəmiz, zehnimiz, bu günlər mən nə düşünürəm, nə etmək istəyirəm, insanın kim olduğunu bunlar, kim olduğu sualına bunlar cavab verir. Yəni, şəhadət bir insanın yetişmiş olacağı, mənəvi baxımdan yetişmiş olacağı ən yüksək zirvədir ki, insan sahib olduğu ən dəyərli şeyi canını qurban verir. Biz bu günlər İmam Musa Kazım əleyhissalamın həyatına baxanda ki, yəni zaten məsum imamlar hər baxımından bütün məxluqatdan üstündürlər. Yəni Allah onlara xatir bu aləmi yaradıb, onlara xatir bu ruzu verir, onlara xatir yəni bu aləmi yoxdan xəlq edib. Yəni onlar da səbəbkar, onlar da bu məqamda olanlar. İmam Musa Kazım əleyhissalamın bir dənə də bunu qeyd edəcəm, növbəti sual səsləndirəcəm. Şiələrinin təqiyyəni pozması nəticəsində bir bəla nazil olacaqdı. İmam Musa Kazım əleyhissalam həm İslamın aradan getməməsi üçün, həm də ki, öz tərəfdarlarına verdiyi dəyər üçün şəhadət seçir. Bu da məsum imamın necə dərk olunmaz bir məqama sahib olduğunu bizə çatdırır ki, öz tərəfdarları üçün canını qurban verir, eyni zamanda İslamın yaşaması üçün. Bu məktəbi növbəti məsum imama ötürür və o digər məsum imama ötürür və əslində şəhadətin haqqın zəncirvari şəkildə davamını gətirib çıxardır. Nəinki sonuna. Yəni, Əhl-i Beytin dərk olunmaz olduğunu biz bu sadə, yəni bu tarixi mənbələrə baxmaqla biz dərk edirik. Onların dərk olunmaz olduğunu, onların bu aləmə aid olmadığını, bizlər üçün bu aləmə gəldiyini biz görürük. Öz şiələrdə gözləmə qurban verməsindən ötürü. Növbəti sualımıza inşallah səsləndirirəm. Vaxt məhdudiyyəti olaraq artıq bizim 6-5 dəqiqə vaxtımız qalır. Yəni 5-6 dəqiqə vaxtımız qalır. Növbəti sual səsləndirirəm. Hacı Qubad qardaşımıza, böyüyümüzə inşallah ki, səsləndirirəm. Həmin bu sualda həmçinin Muhammedzə qardaşım sizin də fikirlərinizi alarıq inşallah bu sual ətrafında. Əgər İmam Musa Kazım əleyhissalamın şəhadətini, bugünkü mesajını bir cümlə ilə ifadə etsək, o cümlə nə olardı? O cümlə bu olardı ki, yəni haqqın səsin, necə deyirlər, səslə, küylə, davə ilə, qırğınla, qızğın şəkildə yox, haqqın səsin
hər vasitə ilə həyata keçirmək mümkündür. Biz imamətin ən böyük məharətini bunda gördük ki, bilirsiniz ki, Hüseyin əleyhissalamdan tələb olundu ki, beyət elə. Və o həzrət ondan sonra qılıncı ələ götürüb məcburiyyət qarşısında döyüşdü və şəhadətə yetdi. Digər imamlardan bu tələb edilmədi deyə onlar öz yolların davası, şavasız öz yollarını tutub və qılıncdan daha kəsərli, topdan, tüfəkdən daha kəsərli şəkildə həyata keçirdilər. Elə işin böyüklüyü burasındadır. Allah razı olsun. Mən öncə istəyirəm, hal-hazırda bizə bildilər ki, artıq efiri bitirmək üzrəyik. Muhammed Rza qardaşımız da inşallah ki, Allahın izni ilə bir cümlə ilə bilsin, artıq efiri yekunlaşdıraq. Buyurun sizə, qardaşım, buyurun. Bəli. Bəli. Bəli, artıq vaxtımız bitdi. Allah bizləri Quran və Əhl-i Beytdən səqələyindən ayrı salmasın. Təşəkkür edirəm sizlərə. Elhamdülillah Rabbil alemin. Allahümme salli ala Muhammed və ali Muhammed. ...360 dərəcə canlı Azərbaycanda.